yazılı kağızlara qol çəkdirirdilər və boş vərəqlərə qol çəkdirirdilər. Mən bilmirdim onlar nə idi. Sual verdilər ki, görüşdüyün müştərilərdən imkanlısı var. Dedim, Allah, mən müştəri ilə görüşmürəm, mən geyəm. Elektroşokla yandırdılar. Dizlərimə o qədər dubinka ilə vurmuşdular, hərəkətdə ola bilmirdim. Bu reydin konkret motivini biz bilmirik, amma ümumi məqsədi diskriminasiyadır, seksual orientasiya və gender kimliyinə görə diskriminasiyadır. Söhbətlərdən sonra hər küncdən çıxanda birinci başımı çıxardıram. Diqqətlə yola baxıram ki, birdən həmən o insanlar, həmən o bölmədə işləyənlər, polis paltarında olan və ya biraz üzün şübhəli polis kimi aparan insan mənə diqqətlə kimsə baxanda artıq mən qorxuram ki, nəsə var da.